Fragmentin nəticəsini tapın. Şəmil müəllim, bu nə sualdır? İndi bunu kim tapsın? Bax, bu nədir? Bu nədir yazmısan? Deməli, x bərabərdir bizim siyahımız var. Len x deməli bura 6 yerləşdirdik. Nə edir bu? Deyir i əgər indeksdə, yəni gəlin bunun indeksin aşağısına yazaq yuxarıda. Tönə qarışmasın. 0, 1, 2, 3, 4, bu da 5. Düzdürmü? Deyir i, yəni indeksi 2-dən böyük və 4-dən kiçikdirsə, 2-dən böyük və 4-dən kiçik olan hansıdır? Yəni 3 və 4-də indeks var, 3 ilə 4-də. Deməli bizə 6 ilə 5 lazımdır. Bunun ağdı məsələ bildik. Ntdə onsuz da mən bir dənə 6 ilə 5 ilə işləyəcəm. İşimizi biraz yüngülləşdirək. Yəqin ki, nə demək istədiyimi başa düşdünüz. 6 ilə 5. İndi deyir ki, fi nədir? Yəni bunların indeksdir. İndeksləri bunun 3 idi, bununki də 4 idi. f3 böyükdürmü 25-dən? Və yaxud da ki, f4 böyükdürmü 25-dən? Əgər 25-dən böyük olarsa, biz k-nın üstünə nə gələcək? K da 0-da. X-də eynicini. Yəni ki, məsəl üçün, bu 6 ilə gedir. 6-nın indeksini daha doğrusu funksiyaya müraciət edəcəm. Əgər 25-dən böyük olsa, 6-nı gələcəm k-nın üstünə. Bununki böyük olsa, bunu gələcəm k-nın üstünə. Yəni bu şəkildə. İndi baxaq da, məsəl üçün f3 ilə qalxanda, f3 ilə biz bura gələndə buna deməli 3 qoyuruq, buna 3 qoyuruqsa bu 1, 2 olacaq. 1, 2-dirsə, deməli, harada yazaq, buradan yazaq. Deməli, bu 1, 2-dirsə, nə deyir? S bərabərdir. S vurulsun, yəni 1 vurulsun n. N-imiz bizdə neçədir? 3 ilə gəlmişik də 3. 1, 3 vuranda 3. Çıxılsın i, yəni 1. Bu bizə neçə verir? 2 verir. Təzədən S bərabərdir 2 vurulsun. N, yəni 3, 6 edir. 6-dan da 2 çıxanda bu bizə neçə verir? 4 vermiş olur. Düzmə elədik? Hə, düzdür. Deməli, f3 ilə mən gələndə bu 4 aldıq da, düzdür. Return s-i qaytarırıq, görür 25-dən böyük deyil. Bu getdi. Bunu sildik. İndi f4 ilə gəldi. Yəni artıq bu 6 ilə bizim işimiz yoxdur. Hədəf istiyorda 6 ilə işimiz yoxdursa, bir dənə 5 qalır. Cavabımız B variantı olacaq, amma baxaq. Deməli, f4 ilə gələndə artıq burada deməli qiymətlər oldu. 1, 2, 3. f4 ilə gəldik. Burada biz 4-ümüzü yazaq. Deməli, s bərabər oldu. 1 vurulsun n, yəni 4. 4 çıxılsın 1. Yəni 3. Təzədən s bərabər oldu. 3 vurulsun 4. Yəni 12. 12-dən də 2 çıxanda yine bu dəfə bu qiymətdə eləcək neçə? 10. S bərabərdir. 10 vurulsun 4. 40 edəcək. 40-dan da 3 çıxanda 37. 37 artıq 25-dən böyükdür. Bəli, o zaman deyir x-də eynicini, yəni bu 5-i gəl k-nın üzərinə. Yəni onsuz da bir dənə 5 qalmışdır. Ona görə cavabımız nədir? B variantı olmuş olacaq.